Dəhşətli hadisə Tərtər rayonunun Poladlı kəndində qeydə alınıb. Məlumata görə 35 yaşlı gəlini 68 yaşlı qaynatası qətlə yetirilməkdə şübhəli bilinir. Qeyd edim ki, qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Tərtər rayonunun morquna yerləşdirilib. İki uşaq anası olan 35 yaşlı Hafizə Rızayeva ticarət mərkəzində satıcı işləyib. Ailədə mübahisələrin olduğu və qadının buna görə bir müddət əvvəl işdən çıxdığı bildirilir. Məlumata görə Hafizə Rızayevanın qaynatası Şəhriyar Hüseynov oğlunun evinə gələrək hadisəni törədib və oğluna bu haqda məlumat verib. Hadisə vaxtı qadının həyat yoldaşının işdə olduğu bildirilir. Mayın 13-cü saat 10 radələrində Tərtər rayonu Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rızayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rızayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.